Bering və Oxot dənizləri ilə əhatə olunan yarımadada rast gəlinən iqlim tipinə hansı səyyahın kəşf etdiyi adada rast gəlinir? Müəllimə, deməli Kamçatka yarımadasından gedir. Burada iqlim tipi mülayim dənizdir. Mülayim dəniz məsələn odlu torpaqda gedir. Hə, siz səyyahlardan söz deyirsinizsə, müəllimə James Cook'un kəşf elədiyi adadır. James Cook hava adalarını kəşf edib. Orada mülayim dəniz iqlimi varmı? Xeyr, Cook boğazı demək istəyirəm, Yeni Zelandiya. Aha. Demək, Yeni Zelandiyanı kim kəşf eləmişdi? James Cook kəşf etməyib. Yox, Yeni Zelandiya adasını müəllimə deməli kəşf eləyibdir. Tasmaniya adasını kəşf edəndə. Tasman. Şelixov körfəzinin yerləşdiyi dəniz hansı işıqlanma qurşağındadır? Müəllimə, Şelixov yerləşir deməli Çukot dənizi sahillərində. O da qütbə düşür də. Çukot dənizində yerləşmir. Anadır yuxarıdadır, Şelixov aşağıda. O da Oxot dənizi, o da görmür. Mülayim Bəli, görürsüz, qütb dairəsinin aşağısında yerləşir Oxot dənizi. Demək, Oxot dənizində yerləşən körfəz Şelixov körfəzidir. Oxot dənizində mülayim işıqlanma qurşağına düşür. Növbəti sualım. Şimal tropik xəttinin kəsdiyi bütün materiklər 3 işıqlanma qurşağında yerləşir. Şimal tropik xəttin kəsdiyi bütün materiklər. Əslində Afrikanı da kəsir, Avrasiyanı da kəsir və Şimali Amerikanı da kəsir. Və üçü də 3 işıqlanma qurşağında yerləşir. Qurşağında yerləşir, bəli, təsdiqləyəcək, doğrudur. Sualım, İsrail və Yordaniya sərhədində yerləşən göl hansı çökəklikdə yerləşir? Xort çökəkliyində Ölü dənizdir və İordan çayı. Avropanın coğrafi mövqeyinin dəniz sahili olması yay və qış temperaturları arasındakı fərqi artırır yoxsa azaldır? Müəllimə, belə deyək də, qərbdən şərqə doğru getdikcə kontinentallıq artır. Məsələn, qərb hissədə Avropada mülayim yağıntı daha çoxdur və eləcə də ki, mülayim, yəni yağıntının çox olduğu əlaqədə, yəni şərqə doğru getdikcə kontinentallığı artırır və də kəskin fərq yaradır. Bu elə bil müəllimə, dəniz sahildə amplitudanın, kontinentallığın az, materikin içərisinə doğru artdığını bildirir. Yəni amplituda və kontinentallıq düz mütənasibdir. Amma dəniz sahilində yay və qış temperaturları arasında fərq o qədər də çox olmur. Demək, materikin mərkəzində çox olacaq ki, kontinentallıq çox olacaq. Aha, bəli, mülayimləşdirir. Demək, fərqi azaldacaq dəniz sahili mövqeyi. Əndəlüs dağının yerləşdiyi yarımadada hansı təbii zona yayılıb? Müəllimə, Pirineydir, cod yarpaqlı və həmişə yaşıl meşələr və qəhvəyi torpaqlar. Hə, siz biri torpaq, bir təbii zona dediniz. 2 dənə təbii zona deyin. Cod yarpaqlı və həmişə yaşıl meşələrdir, müəllimə, Pirineydə. Mən birini də demişdim, amma şimal hissəsində biraz da var. Qonur torpaqları var. Qonur torpaqlara uyğun olan təbii zona hansıdır? Tamamilə doğrudur, bəli, müəllimə. Demək, enliyarpaqlı meşələr, bir də cod yarpaq meşə və kolluqlar Piriney yarımadasında yayılıb. Avropanın ən böyük gölündən başlayan çayın mənsəbi neçə yarımkürə, neçə işıqlanma qurşağındadır? Deməli, necə oldu müəllimə sual? Avropanın ən böyük gölündən başlayan çayın mənsəbi neçə yarımkürə, neçə işıqlanma qurşağındadır? Müəllimə, Avropada ən böyük göl Ladoqadır, elə deyil? Bəli. Keçən dəfə demişdik bunu. Mülayim işıqlanma qurşağında yerləşir. Bir də nəyi soruşsunuz müəllimə? Ladoqa gölündən söhbət getmir. Ladoqa gölündən başlayan çayın mənsəbindən. Hə, Ladoqa Onegaya Sivir çayı tökülür müəllimə. Onegadan Ladoqaya Sivir çayı tökülür ki, göldən başlayıb gölə tökülən çay kimi biz onu yadda salaq. Həmin bu çay Azərbaycanın Neva Fin körfəzindən tökülür, elə müəllimə? Bəli, Ladoqa gölündən Neva, bəli, Fin körfəzi də hansı dənizdə yerləşir? Elə Baltik dənizi sayılır da onun mənsəbi. İndi Baltik dənizinin birini heç kəsirmi? Yəni biz onu 3 yarımkürə götürə bilərik? Xeyr, müəllimə, Şimal dənizini kəsir, Norveç dənizini kəsir, amma Baltik dənizi kəsmir. Coğrafi mövqeyinə görə necə dəniz sayılır Baltik dənizi? Daxili dəniz. Demək, Baltik dənizini biz neçə yarımkürə götürməliyik? Deməli, 2. 2 yarımkürə. Həm şimalda, həm də şərqdə. Aha. Demək, neçə işıqlanma qurşağı götürməliyik? Baltik dənizi 1, yalnız mülayim işıqlanma qurşağında. Yalnız mülayim işıqlanma qurşağında olacaq. Doğrudur müəllimə. Müəllimə, Postyon mağarasının yerləşdiyi ölkədən Dunay çayı keçirmi? Postyon Balkan yarımadasında yerləşir də, müəllimə, keçir. Hansı ölkədə? Hə, müəllimə, orada Slovakiya yox, Sloveniya. Aha, Sloveniyadır. İndi Sloveniyadan Dunay çayı keçər? Müəllimə, keçir də, elə deyil. Biz demişdik axı, Slovakiya və Serbiyadan keçir. Hə, Sloveniya Dunay çayından düzdür, daha yaxındır Adriatik dənizə, o biraz yuxarıdadır, Slovakiyadan keçir. Ərazisinin 40%-ni polderlər təşkil edən ölkə hansı çayın mənsəbidir? Müəllimə, Niderlandda Reyn çayın, hətta Liechtenstein'də də keçir Reyn çayı. Cenevre gölündən başlayır da, elə deyil müəllimə? Boden gölündən başlayacaq. Boden.
Hansı çayları birləşdirən, şimaldan cənuba doğru uzanan böyük kanalın uzunluğu 1700 kilometrdir? Bu Çində yerləşən Yangtze və Xuanxe çaylarını birləşdirən kanaldır, böyük kanal. Doğrudur. Fəal seysmikliyin müşahidə edildiyi, vulkanların yalnız olmadığı, kolliziya zonasında yerləşən, zirvələri daimi qar buzlaqlarla örtülü olan dünyanın ən hündür dağ sisteminin cənub yamacı hansı küləklərin təsirinə məruz qalır? Bu Himalay dağlarıdır. Musson küləklərinin təsirinə məruz qalır ki, ona görə də dünyada ən çox, deməli, ən maksimum yağıntı da orada müşahidə edilib, Çerapunca Musson məntəqəsində. küləkləri hansı iqlimin tam zolaq əmələ gəlməsinin qarşısını alır? Deməli, tropik iqlim gəlir, Tar səhrasında qırılır musson küləklərinə görə, subekvatorialdan əvəz olunur. Ona görə də biz deyirik ki, iki keçid iqlim qurşağı sərhəd yerləşə bilər. Bəli. Tar səhrasının olduğu ölkələr arasında qaynar nöqtə varmı? Bəli, Pakistan, Hindistan, Kəşmir. Kəşmir, doğrudur. Zagros dağının sərhəd olduğu ölkələrdən hansı biri OPEC-ə üzvdür? İran, İraq hər ikisi üzvdür. Doğrudur. Ukraynanın paytaxtından keçən çayın mənsəbində hansı torpaqlar yayılmışdır? Bu, deməli, Dnepr çayıdır. Dnepr çayı da qara torpaqlar yayılıb orada, çöl zonası. İndi belə deyək, meşəçöl təbii zonasından gedir. Bölmüşük. Kaledoniya dağının yerləşdiyi ölkənin paytaxtından keçən çayın mənsəbi olan dənizi Neman çayının mənsəbi olan dəniz ilə hansı kanal birləşdirir? Kil kanalı, Şimal dənizi Temza, Nemandakı Baltik dənizi, Kil kanalı Almaniya ərazisindən keçir. Bu dənizlər hər ikisi coğrafi mövqeyinə görə kənar dəniz sayılır. Şimal kənarda, amma Baltik dənizi daxili dəniz. Daxili dənizi, doğrudur. Dinar dağlarının yerləşdiyi ölkələrdən hansı biri təbii artımın ikinci tipinə aiddir? Orada ikinci tip bir sadəcə Albaniyadır. Doğrudur. Balkan yarımadasında. Albaniyadır, doğrudur. Albaniya İES, SEIS, AIS-ə görə fərqlənir hansı biri? SES-ə. SEIS-ə görə olacaq. Bəs Rumıniya? Rumıniya İES-ə görə. İES-ə görə. Bəli, İES-ə görə. Şvarsvald dağlarından başlayan çayın mənsəbi olan dənizin cənubunda hansı təbii zona yayılmışdır? Dunay çayıdır, Almaniya ərazisindən başlayır, Qara dənizə tökülür və onun da cənubunda Codyarpak meşə kolluqlar yayılıb. Doğrudur. Söhbət Qara dənizin cənubu Türkiyə ərazisindən gedir ki, Codyarpak meşə kolluqlarıdır, amma Qara dənizin şimalında isə biz bayaq dedik, Dunay, Dnepr, Dnestr çayları mənsəbi olan hansı təbii zonadır? Çöl, meşə çöl zonası. Bəli, çöl, meşə çöl təbii zonası olacaq. Bəli, Kalimantan adasında paytaxtı Bəndər Səri Beqavan olan ölkə monarxiyadır, yoxsa respublikadır? Bruney monarxiyadır. Monarxiyadır. Cənub-Qərbi Asiyanın ən böyük ovalığından keçən çayın mənsəbində rast gəlinən təbii zonaya Valday yüksəkliyindən başlayan çayın mənsəbində rast gəlmək mümkündürmü? Bəli, Valdaydan Volqa başlayır. O yarım-səhra, yarım-səhradır hər ikisində. Səhra və yarım-səhra. Dəzlə Fərat çaylarında da səhra, yarım-səhradır. Dəzlə Fərat çaylarından biri İraqın paytaxtından keçir. Dəzlə. Birinin üzərində Keban Atatürk su anbarları var. Fəratda. Fəratda. Sonra Amudərya yoxsa Sırdərya çayının mənbəyində dünyanın ən böyük dağ buzlağı yerləşir? Amudərya Pamirdən başlayır, Fetçenko. Həm də ki Tacikistanla keçir. Etna vulkanının yerləşdiyi ada ilə Vezuvi vulkanının yerləşdiyi yarımadanı ayıran boğaz hansıdır? Messina. Messina. Bütün ucqar nöqtələri yarımadada yerləşən materiklər neçə işıqlanma qurşağındadır? Deməli, Avrasiyadır, Şimali Amerikadır. Bunların işıqlanma qurşağı bir 3 dənəsinə düşür də müəllimə. Mülayimə də düşür, kəsir şimaldan, qütb cənubdan da cənub tropiki kəsir. Bəli, Şimali Amerikada, Avrasiyada bütün ucqar nöqtələri yarımadada yerləşir. Deyəcəksiniz Şimali Amerika nə əlaqə? Şimali Amerikada yuxarıdakı şərqi və qərbi şimalı bilirsiniz zaten. Amma aşağıdakı Assuera yarımadasında Mariato burnunu misal göstərmək olar. Və bunlar bu materiklərin ikisi də 3 işıqlanma qurşağındadır. Sonra fiord relief formalarının geniş yayıldığı yarımadanın sahillərini daxili yoxsa kənar dənizləri yuyur? Hər ikisi, daxili Baltik, kənar Norveç, Şimal dənizi. Bəli, doğru. Sonra Avrasiyada səhraların olduğu iqlim qurşaqlarının neçəsi keçid, neçəsi əsas iqlim qurşağı sayılır? Avrasiyada mülayimdə də səhra var, subtropikdə də var, tropikdə də var. Deməli, ikisi əsasdır, biri keçiddir. Hətta Arktik səhralar da deyə bilərik. Düzdür, temperatur baxımından fərqlənir, amma Arktik səhralar da gedir. O biri keçid. Sonra Kilimanjaro dağının yerləşdiyi ölkədə neçə göl yerləşir? 2 Kilimanjaro dağı Kenyadadır. Zənzibar adasının aid olduğu ölkədə yerləşir. Tanzaniyada, bəli. Tanzaniyada hansı göllər var?
Tanzaniyada, deməli, Tanqanikadır, Viktoriyadır, get. Bir də Nyasa. Bəli, 3 Niyasa dənə. gölü. Doğrudur müəllimə. Üzərində Kariba su anbarının yerləşdiyi çayın mənsəbi olan ölkəni cənub tropik xətti kəsirmi? Deməli, Kariba, Cabora Bassa var idi. Deməli, Cabora Bassa Mozambikdədir, Kariba isə Zambiya, Zimbabvedədir. Müəllimə, Mozambiki kəsir də o. Biz Bəli. Mozambiki kəsəcək. Amma Karibanın olduğunu kəsmir. Bəli. Ölkələri yəni. Yerli əhalisi Malagasilər adlanan adada hansı təbii zona yerləşmişdir? Şərqində və qərbində müvafiq olaraq deyəcəksiniz. Bəli, deməli orda savanna seyrək meşələr deməli qərbindədir, şərqində isə dəyişkən rütubətli meşələrdir. Bəli, acı da olsa dəyişkən rütubətli meşələrə rast gəlmək olar. Madaqaskar adasının şərqində olan Maskeren adalarının yerləşdiyi iqlim tipinə hansı səyyahın kəşf etdiyi adalarda rast gəlinir? Bunu da bu cür deyək. Hansı səyyahın, bəli, bir dəqiqə orada yerləşəcək tropikin dənizi, Kolumbun kəşf elədiyi adalar olacaq da onlar. Tamamilə doğru deyirsiniz müəllimə. Bəli, West Indiz adaları. Mərkəzi Amerikadakı West Indiz Bəli, adaları. West Indiz adaları. Bəli, müəllim. Sədət müəllimə, Çarın paytaxtı Cape Town'un yerləşdiyi təbii zonaya Cənubi Amerikada hansı ölkənin paytaxtında rast gəlinir? Çilinin paytaxtı Santiago'da. Santiago'da. Coğrafiyasında meşə və kolluqlar. Bəli. Əddis Əbəbə şəhərinin aid olduğu ölkədə yerləşən göl nə mənşəlidir? Əddis Əbəbə şəhərinin aid olduğu. Mən Viktoriya gölləri Qrabin mənşəli. Sonra çaşdım. Tana. Tana. Demək, Vulkan Bənd mənşəli göldür. Söhbət Tana gölündən gedir ki, Tana gölündən başlayan çay ilə Viktoriya gölündən başlayan çayın birləşdiyi şəhər hansıdır? Aslan şəhəri, Xartum şəhəri Sudanın. Bəli, Sudan. Söhbət Nil. Ağ Nil və Mavi Nildən gedir. Aha. Yaxşı. Afrikanın şimalında olan iri şəhərlər hansılardır? Əlcəzair, Tripoli məsələn müəllimə. Qahirə və İskəndəriyyə Qahirə. misal göstərmək olar, əsas iri Bəli. şəhərlərdəndir. Nicamena şəhərindən keçən çayın mənsəbi olan göl neçə ölkə ərazisində yerləşir? Göl deməli Çad gölüdür müəllimə. Çad gölü 4 ölkə idi. Deməli Çad idi, Niger idi, Niamey idi, bir də Niamey şəhərdir. Mali. Mən Nigeriya daha doğrusu, Hə. bir də Kamerun. Demək Çad, Kamerun, Nigeriya Kamerun. olacaq. Çad gölünün yerləşdiyi hansı ölkə federativ OPEC üzv olan ölkə sayılır? Nigeriya. Bəli, Nigeriyadır. Yaxşı. Bəs bu gölün yerləşdiyi ölkələrin hansı birinin paytaxtından Niger çayı keçir? Elə Niger ölkəsindən. Niger tropik dəniz olacaq. Tropik dəniz gedir Parana çayının hövzəsinə. Bilir ki, Parana çayı La Plata körfəzinə tökülən cənub istiqamətində axan bir çaydır. Orada yoxdur müəllimə, rast gəlinmir də o zaman. Parana çayının 3 iqlimdən keçir. 3 ölkə ərazisindən keçən bir çaydır. Demək, orada subekvatorial iqlimdə olacaq, tropik dənizdə olacaq, subtropik də olacaq. Hətta mənsəbi subtropikin hansı tipində yerləşir? Həmin iqlim tipinə şimal qərb rast gəlmək olmaz. Bərabər rütubətlisin. Bəli, bərabər. Demək, rast gəlinir də hövzədə. Deyə bilərik. Paytaxtından Sena çayı keçən ölkədə neçə iqlim tipi yayılmışdır? 3 iqlim tipi yayılmışdı Fransada. Hansılardır? Deyim. Deməli müəllimə Aralıq dəniz iqlim tipidir, mülayim dənizdir, bir də mülayim kontinentalı. Doğrudur. Mülayim kontinentalıdır. Və bu iqlim tiplərinin üçünə də cənub yarımkürəsində rast gəlmək olar. Mülayim dəniz, mülayim kontinental, bir də subtropikin Aralıq dənizi. Mülayim kontinental yoxdur cənubda. Amma kəskin kontinental iqlim tipinə cənub yarımkürəsində rast gəlmək olmaz. Sonra Afrikanın ən böyük adasını Afrikadan ayıran boğaz ən enli boğaz sayılır. Ən uzun boğaz, Mozambik boğazı. Ən uzun boğaz sayılır Mozambik boğazı. Koreya yarımadasında hansı ölkə Rusiya ilə sərhədə malikdir? Şimali Koreya. Yəni Hansı Koreya sosialistdir? Respublikası. Cənub. Rusiya ilə sərhəd olan sosialistdir. Koreya Respublikası. Amma inkişaf etmiş ölkə harda olacaq? Aşağıda. Cənubda. Dörd yarımkürədə yerləşən materikə mülayim hava kütlələri daxil olurmu? Deməli 4 yarımkürədə yerləşən materik Afrika materikidir. Mülayim hava kütləsi xeyr daxil olmur. Deyəcəksiniz, Afrika materiki mülayim işıqlanma qurşağında yerləşir. Mülayim iqlim qurşağı yoxdur, amma mülayim hava kütlələri daxil olur. Daxil olur. Niyə? Çünki Subtropikdə subtropik yerləşən iqlim var. ölkəsi. İşte davam edirik biz Nərgiz Nəbiyeva ilə.
Bəli, müəllimə. Salam müəllimə. Salam. Başlayaq. Həyətə görsənir də yenə. Yaxşıdır? Bəli, müəllimə. Hə. Bəli, bəli. Sonra 3 qitənin qovşacağında 3 yarımkürədə yerləşən dənizə hansı çaylar tökülür? Aralıq dənizidir. Bura deməli tökülür Rona çayıdır, Tiber çayıdır, Hı. sonra Nil çayıdır, sonra Po çayıdır, bunlar. Piriney yarımadasından hansı çay tökülür İspaniya ərazisindən? İspaniyadan Tiber'dir müəllimə. Ebro. Ebro, hə. Ebrodur. Sonra biri var, Lyon körfəzinə tökülür. Elə Aralıq dənizi kimi də gedir də. Yəni Cenevra gölündən başlayan cənub istiqamətində axan Fransa ərazisindən. Rona. Rona çayı. Sonra biri də var ki, Türkiyə ərazisindən axır. Onların da mənsəbi codyarpaq meşə kolu. Yəni bu çayların mənsəblərinin hamısını codyarpaq meşə kolu götürə bilərik, amma Nildən başqa. Nil istisnadır burada. Aha. Bəli, Nil istisnadır. Türkiyədən Qızılırmaqdır bu. Ya, mən demişdim ki, yaşıl rəng adı bildirir, qara dənizdə rəng bildirir də. Yaşıl gedir qaraya, qara dənizə, yuxarıya. Amma orada qalan Seyhan və Ceyhan, onlar gəlir Aralıq dənizinə. Yəni bu 4 şəhərdən keçir. Paytaxt şəhəri olaraq Qahirədən, Misirin paytaxtı Qahirədən keçir və Misirdə Qırmızı dənizi, Aralıq dənizini birləşdirən bir kanal yerləşir ki, Vasco da Gama'nın Hindistana dəniz yolunun əhəmiyyətini azaltmışdır bu kanal. Söhbət hansı kanaldan gedir? Süveyş kanalına. Bəs Misirdə yerləşən çökəkliyin adı nədir? Kattara. Kattara çökəkliyidir. Arava səhrasının olduğu ölkə ilə sərhəd yerləşirmi Misir? İsraillə yerləşir. Ətrafında sarma küləklərinin əsdiyi göldən başlayan çayın üzərində hansı su anbarı var? Baykaldır, Ankara, onun da üstündə Bratsk. Bəli, Bratsk su anbarı var. Gücünə görə fərqlənir dünyada. Ural dil ailəsinə mənsub olan hansı ölkədən Dunay çayı keçir? Həmin ölkə boksit ehtiyatına görə də Avropada fərqlənir. Macaristan. Macaristan, hətta paytaxtından Budapeştdən keçir. Ural dil ailəsinə də mənsubdur. Ümumiyyətlə 3 ölkə var ki, Avropada olmasına baxmayaraq, Hind Avropa dil ailəsinə mənsub deyil. Sonra İynəburnu ucqar nöqtəsinin yerləşdiyi ölkədə hansı təbii zona yayılmışdır? Codyarpaqlı deməli meşələr carda. Codyarpaqlı meşə kolluqlar var. Bir də nə deyə bilərik? Bərabər rütubətlisi var. Engel cərəyanı bizə nəyə xatırladır? Səhranı. Və Namib səhrası, orada səhra da düşür də Carın ərazisinə. Sidr ağacı müəllimə. Deyir qiymətli ağacdır, onun toxumundan yağ alırlar. Hansı təbii zonaya uyğun gələcək? Tayqada. Bəli, tayqada, sidr ağacı tayqada olacaq müəllimə. Getmişəm. Sonra Yaponiyanın paytaxtının yerləşdiyi adanı Hokkaido adasından ayıran boğazın adı nədir? Kunaşir. O Kurildir. K hərfi ilə deyilmişdi həmin içində. Kunaşir, Kuril. Sungari. Sungar boğazı. Bəli, Sungar boğazı olacaq, doğrudur. Bəli, 40 dərəcə şimal eləyir, söhbət Yapon dənizindən gedir, doğrudur. Kalimantan adasında 3 yarımkürədə yerləşən ölkə hansıdır? Bəli, İndoneziya olacaq, doğrudur. İndoneziyada daş kömür ehtiyatı varmı? Yoxsa qalay var? Bəli, hər ikisi olacaq, əla. Sonra Hindistan yarımadasından Polk boğazı vasitəsilə ayrılan adada hansı iqlim qurşaqları yayılmışdır? Bəli, 2 iqlimdir, ekvatorial və subekvatorial olacaq. Viktoriya gölünün yerləşdiyi neçə ölkə 2 yarımkürədə yerləşir? Bir ölkə olacaq, o da Tanzaniya, Kenya və Uqandanın ekvator xətti kəsdiyinə görə onları biz 2 yarımkürədə götürə bilmərik. Zambezi çayının mənsəbinin yerləşdiyi ölkədə hansı göl var? Bəli, söhbət Mozambikdən gedir ki, Malawi, Mozambik və Tanzaniyada yerləşən Nyasa gölünü biz misal göstərə bilərik. Sonra Nyasa gölünün aid olduğu okeanda neçə inkişaf etmiş ölkə var? Hind okeanından söhbət gedir müəllimlər. Hind okeanda Avstraliyanı nəzərə tutursunuzsa, bəs İsraili niyə götürmürsünüz? Niyə carı hesab eləmirsiniz? 3 inkişaf etmiş ölkə deyəcəksiniz. Qara və Xəzər dənizləri arasında hansı dağlar yerləşir? Bəli, Krım və Qafqaz dağlarının adını çəkə bilərik. Əla. Uzaq şərqdə Sakit Okean sahillərində yerləşən dağ hansı qırışıqlıqda yaranmışdır?
Söhbət Sxote-Alin dağından gedir ki, Mezozoiq qırışıqlığı olacaq. Tian-Şan və Kunlun dağları arasında yerləşən çökəklik hansıdır? Söhbət Tarim çökəkliyindən gedir. Tarim çökəkliyindən. Hindistanda dəmir filizi ehtiyatına görə fərqlənən yayla qərbdən və şərqdən hansı dağlarla əhatə olunmuşdur? Bəli, Qərbi Qat və Şərqi Qat ki, Baykaldan əvvəl yaranan